Sizinlə danışacağıq atomun elektron örtüyündən. Biz əvvəlki biliklərimizdən bilirik ki, atomların içərisində 3 cür zərrəcik var. Müsbət yüklü proton, yüksüz neytron və mənfi yüklü elektron. Və nüvənin içərisində, yəni atomun nüvəsinin içərisində müsbət yüklü protonlar olur və neytronlar olur. Elektronlar isə nüvənin ətrafında hərəkət edirlər. Və hər bir elementin dövrü sistemdə nömrəsinə baxarkən ayağında sol tərəfdə aşağıda yazılan Mendeleyev cədvəlində elementlərin isə xanasının yuxarı hissəsində yazılan onun nömrəsidir. Nömrənin altında da kütləsi qeyd olunur. Kütlə də dediyimiz kimi nüvənin ağırlığını göstərir. Proton və neytronun cəminə bərabərdir. Hər bir elementin sıra nömrəsi protonunu göstərəcək. Yəni biz onun nüvəsinin içindəki müsbət yükünü bilmiş olacağıq. Kütləsindən də protonu çıxanda neytron sayını bilmiş olacaq. Bəs elektron sayı? Elektron sayı üçün biz yadınızdadırsa belə bir tərif demişdik ki, atom elektroneytral zərrəcikdir. Bu nə deməkdir? Bu deməkdir ki, bir atomun nüvəsinin içərisində nə qədər müsbət yük varsa, ətrafında da o qədər mənfi yüklü elektronu var. Bəs bu elektronlar nüvənin ətrafında necə hərəkət edir? Nüvə müsbətsə bu elektron bura niyə yapışmır və yaxud da çıxıb cızıqla gedə bilirmi? Və yaxud da onlar bir xətt üzərində mi hərəkət edir? Bunun sualını cavab tapmaq üçün biz atomun quruluşuna diqqət edirik. Atom ibarətdir nüvədən və onun ətrafında olan təbəqələrdən. Bu təbəqələr elektron buludları da adlana bilər, elektron orbitalı da adlana bilər. Bu təbəqələr bir xətt, bir cızıq, bir trayektoriya deyil. Bu elektronun daha çox hərəkət elədiyi və daha çox göründüyü, olma ehtimalı olunan fəza sahəsidir. Yəni elektron təbii ki, bu aralardakı cızıqlarda da hərəkət edir. Amma daha çox göründüyü hissə, 90% olduğu hissə olur digər təbəqə. Yenə də eyni qaydada daha çox göründüyü hissə, 90% göründüyü hissə adlanır digər təbəqə. Yəni beləcə biz uzaqdan baxarkən nüvənin ətrafında 3 təbəqəni görmüş oluruq. Yəni birinci təbəqə, ikinci təbəqə və üçüncü təbəqə. Və bu şəkildə davam edərək gedir. Bu təbəqələrin içərisində həmçinin yarım təbəqələr də mövcuddur. Yarım təbəqələr, yəni yarım səviyyələr. Hesab eləyin ki, biz binanı mərtəbə qalxırıq, o mərtəbənin içərisində də müxtəlif mənzillər olur. Yəni elə mənzil var 1 otaqlıdır, eləsi var 3 otaqlıdır, eləsi var 5 otaqlıdır və s. Burada da hər bir təbəqədə yarım səviyyələr var və o yarım səviyyələrdə mənzillər kimi düşünsək, yaşayan elektronlar var. Yəni o yarım səviyyələrdə olma ehtimalı olan və konkret sayla dəqiqləşmiş elektron orbitalları var. Bunlar hansılardır? Yəni hansı yarım səviyyələr mümkündür? Yarım səviyyələr mümkündür 4 tipdə. Birinci S yarım səviyyəsi mümkündür. Bu S yarım səviyyəsi və yaxud da S orbital adlanır və kürə formasındadır. Yəni elektronun hərəkət elədiyi bu S orbital sferikdir, kürə formasındadır. Sonra P formasında hərəkət edə bilərlər, P orbitalları. P orbitalları qantel formasındadır, yəni belə desək bantik formasındadır. Amma fəzada P orbitalı 3 ox boyunca var. Yəni elektron hərəkət etdiyi istiqamət X oxu boyunca da ola bilər, Y oxu boyunca da ola bilər, həmçinin Z oxu boyunca da ola bilər. Və hər təbəqədə, yəni yarım təbəqədə daha doğrusu 2 elektron olma ehtimalını düşünsək, P yarım səviyyəsində X oxu boyunca da, Y oxu boyunca da, Z oxu boyunca da hər yarım səviyyədəki o trayektoriyada 2 elektron hərəkət edə bilir. Onda S yarım səviyyəsində maksimum 2 elektron ola bilər, P yarım səviyyəsində isə 6 elektron ola bilər. Çünki həm X, həm Y, həm də Z oxu boyunca orbitalı mövcud ola bilər. Bundan savayı D orbital mümkündür və F orbitalı da mümkündür. D orbitalı və F orbitalı P orbitalından da mürəkkəb quruluşdadır. Məsələn, P orbitalı 3 ox boyuncadırsa, 3 orbitalı varsa, D və F orbitallarının sayı daha çoxdur. Yəni T yarım səviyyəsi 5 orbitaldan, yəni 5 ox boyunca olan orbitaldan, F yarım səviyyəsi 7 ox boyunca olan orbitaldan ibarətdir. Və hər orbitalda, yəni hər belə cızığımızda deyək, trayektoriyamızda 2 elektron olma ehtimalını düşünsək, onda D orbitalında maksimum 10 elektron ola bilər, F orbitalında isə maksimum 14 elektron yerləşə bilər. Bəs bu S, P, D, F orbitalları hansı təbəqələrdə mövcuddur, hansı təbəqədə var, hansında yoxdur?
Onu biz mərtəbə baxsaq, birinci mərtəbə, yəni birinci təbəqəmizdə yalnız s orbital var. Hansı element atomu olursa olsun, bu element atomun nüvəsinin birinci təbəqəsində yalnız s orbital var. Yəni yalnız sferik formada orbital var və orada 2 elektron hərəkət edə bilir. Onda hansı element olursa olsun, istər o elementin 5 elektronu olsun, istər 100 elektron olsun, birinci təbəqəsinə yalnız 2 elektron olması mümkündür. İkinci təbəqəmizdə isə, yəni bundan sonra gələn əgər elementin ikinci təbəqəsi varsa, o təbəqədə S yarım səviyyəsi və P yarım səviyyəsi var. S-də yenə maksimum 2, P-dən maksimum 6 elektron olduğunu düşünsək, onda bir elementin iki təbəqəsi elektronlarla dolarsa, bu maksimum 8 elektron ola bilər. Əgər elementin üçüncü təbəqəsi varsa, üçüncü təbəqədə olan orbitallar S orbitalı, P orbitalı və D orbitalı mümkündür. Dördüncü təbəqəsi varsa S orbitalı, P orbitalı, D orbitalı və əlavə olaraq F orbitalı da mövcud ola bilir. Beşinci təbəqədə yenə eyni qaydada S, P, D, F, 6-da da, 7-də də. Yəni 6-cı, 7-ci təbəqələrdə də S, P, D, F orbitalları mümkündür. Ona biz belə nəzər salsaq görürük ki, birinci təbəqədən başlayaraq S bütün təbəqələrdə var. Elə bir təbəqə yoxdur ki, orada S orbitalı olmasın. P orbitalı ikincidən başlayaraq mövcud olur. D orbitalı üçüncü təbəqədən başlayır. F orbitalı da dördüncü təbəqədən başlayaraq element atomlarında ola bilər. Müxtəlif təbəqələrdə yerləşən elektronların enerjiləri müxtəlifdir. Yəni birinci təbəqədə yerləşən S elektron, yəni S yarım səviyyəsi var. Burada yerləşən elektronlar təbii ki, digər ikinci, üçüncü, dördüncü səviyyədə yerləşən nəinki S elektronlarla, digər P elektronlarla, D elektronlar hamısı bir-birindən enerjilərinə görə fərqlənir. Ona görə nüvəyə ən yaxın yerləşən elektronların enerjisi az, ən uzaqda yerləşən elektronların enerjisi çox olur. Və bunların enerjiləri fərqli olduğuna görə biz bunlara energetik səviyyələr də deyirik və yaxud da energetik təbəqələr də deyə bilərik. Məsələn, birinci energetik səviyyə deyəndə nüvəyə ən yaxın olan birinci səviyyə budur, birinci energetik səviyyə. İkinci energetik səviyyə, üçüncü energetik səviyyə və yaxud da bayaq dediyimiz elektron təbəqəsi eyni mənanı kəsb edir. Və bu elektron səviyyələri, energetik səviyyələr bir-birinə dediyimiz kimi enerjisinə görə fərqlənirsə, ona görə az enerjili elektron təbəqələri ilk öncə dolmağa başlayır. Yəni elektron nüvənin ətrafında yarım səviyyələrdə və yaxud da səviyyələrdə yerləşən zaman birinci az enerjili yarım səviyyələr dolmağa başlayır. Buna minimum enerji prinsipi deyilir. Və müəyyən olunub ki, bir elementin elektronu nüvə ətrafında dolduqca yarım səviyyələrin və yaxud da ki, enerji səviyyələrinin dolma ardıcılığı bu prinsipdən gedir. 1s2, birinci təbəqənin S elektronu doldusa, sonra keçir ikinci təbəqəyə. İkinci təbəqədə S orbital, S yarım səviyyəsi dolur, sonra P yarım səviyyəsi dolur. Əgər elementin hələ də elektronu varsa, dolubsa, artıq ikinci təbəqədə tamamlanır, keçir üçüncü təbəqəyə. Üçüncü təbəqədə 3s, 3p və sonra 3D dolmalıdır, amma müəyyən olunub ki, 4S-in enerjisi 3D-nin enerjisindən daha azdır. Ona görə 4S dolacaq, yəni ardıcılıq bu formada gedir. 4S dolur, sonra 4S dolarsa 3D-yə gələ bilər elektronu. Əgər desəniz ki, bəs 3D dolsa, 3D dolandan sonra onda 4P-yə keçəcək. Yəni elektron səviyyəmiz 4P-yə keçmiş olur. Daha doğrusu elektronlarımız 3D dolandan sonra 4P-yə keçəcək. Gəlin bir nümunə üzərində baxaq. Məsəl üçün, hər hansı bir element götürək. Tutaq ki, sıra nömrəsi 7 olan azot. Və bunun sıra nömrəsi 7-sə, o demək ki, 7 protonu var. Və biz bilirik ki, element atomunun 7 protonu varsa, 7 də elektronu var. Bəs bu 7 elektron nüvənin ətrafında necə dolacaq? Necə, hansı təbəqələrdə yerləşəcək? Dedik ki, birinci təbəqədə S orbital var və orada yalnız 2 elektron yerləşə bilir. Onda 7 elektronun ikisi birinci təbəqədə doldu. Sonra elementin 5 elektronu qalır. İkisi getdisə, qalır 5 elektron. O 5 elektron keçib ikinci təbəqədə yerləşə bilər. Görək dolurmu? Keçir ikinci təbəqəyə. İkinci təbəqədə demişdik nə var? S var və P var. S birinci dolmasa P-yə keçə bilməz. 2 elektronu verdik S orbitalına.
elementin 2 elektronu getdi və hələ 3 elektronu var. Bu 3 elektron da yerləşəcək p orbitalında. Demək, azot elementin elektronları necə yerləşdi? Birinci təbəqədə 2 elektron, birinci elektron səviyyəsində, energetik səviyyədə deyə bilərik. İkinci təbəqədə də 5 elektron. İkinci təbəqədə maksimum 8 elektron ola bilər deyə, hələ də element elektron sahibdirsə, başqa hər hansı bir element, bu 8 elektron ikinci təbəqədə yerləşə bilər, rahat şəkildə yerləşə bilər. Məsələn, başqa bir elementə baxaq. Məsələn, natrium, sıra nömrəsi 11. Düzürük, birinci təbəqədə 2 elektron, keçirik ikinci təbəqəyə. İkinci təbəqədə 2s və 2p var. S elektrona 2, p orbitalına 6 elektron verdik. 2, 8, 10 elektron tamamlandı, qaldı 1 elektron. 1 elektron keçəcək 3-cü təbəqəyə. 3-cü təbəqədə S var, P var, 3-də D var. Amma S elektronun içərisində, S orbitalının içərisində 1 elektron yerləşir və bununla da natriumun elektronları bitmiş olur. Xaricdə yarımçıq qalan təbəqə xarici təbəqə adlanır və ya xarici elektron təbəqəsi. Azot üçün xarici elektron təbəqəsi 2s2, 2p3-dür. Amma natrium üçün xarici elektron təbəqəsi isə 3s1-dir. Başqa bir elementi də yaza bilərik. Sıra nömrəsi 15 olan fosfora baxaq. 1s2 birinci təbəqədə 2 elektronun yerləşdi. Keçir ikinci təbəqəyə. İkinci təbəqədə rahat şəkildə 8 elektron yerləşə bilər. Və bu fosforun 15 elektron olduğuna görə rahat şəkildə ikinci təbəqəyə 8 elektron yerləşdiririk. İkinci təbəqədə doldu. 1-də 2, ikinci təbəqədə 8 elektron var. Keçir üçüncü təbəqəyə. Üçüncü təbəqədə S var, P var və D var. Birinci S-i dolduracağıq, 2 elektron, sayırıq, 2, 2, 6, 10 elektronu gedib, 12 və 3 elektron qaldı, 3 elektron da yerləşdi fosforda, 3s2-3p3. Fosfor üçün xarici elektron təbəqəsi 3s2-3p3-dür. Xlor üçün də yerləşdirək eyni qaydada, 1s2, ikinci təbəqəyə keçirik, S və P var, rahat şəkildə doldururuq. Artıq bilirik ki, birinci təbəqədə 2, ikinci təbəqədə 8, 10 elektron, 2 təbəqə 10 elektron tam tutur. 17-dirsə, ondan çoxsa artıq 3-cü təbəqə keçid etmişik. 3s2, 12 elektron və qaldı 5. P-də də bilirik ki, maksimum 6 elektron ola bilər və rahat şəkildə 5 elektron P orbitalında yerləşmiş oldu. Xlor üçün də xarici elektron təbəqəsi 3s2-3p5-dir. İndi elektron sayını biraz da artıraq. Sıra nömrəsi 23 olan bir element götürək və sıra nömrəsi 26 olan dəmir elementidir və sıra nömrəsi 25 olan manqan elementi. Bu elementlərin elektronları daha çoxdur. Görək bunlar necə yerləşəcəklər. Birinci 23-dən başlayaq. 1s2 birinci təbəqədə oldu. İkinci təbəqədə S və P orbital var. S-də maksimum 2, P-də maksimum 6 rahat şəkildə doldururuq. Üçüncü təbəqəyə keçir. 3s2, 3p6, aha 18 elektron oldu. Bura qədər 18 elektron doldu. 2, 8. İndi 20 elektron, 20 ardınca gələn elektron S orbitalına keçəcək. Niyə? Çünki demiş ki 4s-in enerjisi 3s-in enerjisindən daha azdır. Və ilk öncə az enerjili orbitallar təbəqələrdə olur. 4s2 dolacaq. 20, qaldı 3 elektron. Sonra keçid eləyir 3-cü təbəqənin D-sinə, olur 3D3. 4s2, 3D3. Bu element üçün də xarici elektron təbəqəsi 3D3, 4s2 sayılır. Demək biz nə etdik? 1s2, 2s2, 2p6, 3s2, 3p6. Keçirik 4s-i doldururuq. Elektron qalarsa 3D-yə keçmiş oluruq. Həmin prosesi dəmirdə də yoxlayaq. Sıra nömrəsi 26-dır. Yenə birinci təbəqədə ancaq 2 elektron yerləşə bilər. İkinci təbəqədə S və P var. 2s2, 2p6, 3s2, 3p6, 2, 8, 10 elektron getdi, 18, 4s2 və 3d6. Deməli dolur 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2 və nəhayət 3d6.
Bu elementi içində xarici elektron təbəqəsi 4s2, 3d6-dır. Manqana da eyni qaydada 1s2, ikinci təbəqəyə keçirik, S var, P var. Üçüncü təbəqəyə keçirik, 3s2, 3p6, 18 elektron və nə dedik? 4s olacaq, 20, artıq elektron qalarsa 3d'yə keçəcək. 20, 5 elektron qaldı, 5 də oldu, 3'də 5. Demək, birinci təbəqədə 2 elektron, ikinci təbəqədə 8 elektron, üçüncü təbəqədə 13 elektron və dördüncü təbəqədə 2 elektron. Amma xarici təbəqə deyiriksə, bunlar üçün xarici təbəqə 3'də 5, 4s2 götürülür. Niyə? Birincisi 3'də 5, 4s'dən öncə yazılsa da, əslində dolma prinsipinə görə 4s'dən sonra dolub. Və 4s'dən sonra dolduğuna görə bunu 3'də 5, 4s2'də yazsalar, 4s2, 3'də 5'də yazsalar yanlış sayılmaz. Burada təbəqə ardıcılığına görə yerləşdirilib, burada isə dolma prinsipinə görə yerləşdirilib və ona görə xarici təbəqə 3'də 5, 4s2 hesab edilir. Yəni bu dediklərimizi elementlərin orbitallarını xanalarla göstərərək yaza bilərik. Bunun üçün də yenə bir neçə nümunəyə baxaq. Birinci təbəqədə dedik ki, S orbitalı var. S orbitalı bir orbital bir xana ilə göstərilir və isə orbitalını bir xana ilə göstərilir. İçərisində 2 elektron var. 2 elektron bir-birinə əks istiqamətdə göstərilir. Yəni eyni istiqamətdə bir xananın içərisində ikisi də eyni aşağı vəziyyətdə və yaxud da ikisi də yuxarı vəziyyətdə elektron göstərmək yanlışdır. Yəni hər iki cür yazılış yanlış yazılış hesab edilir. Birinci təbəqənin elektronlarını yerləşdirəndən sonra keçirik ikinci təbəqəyə. İkinci təbəqədə S orbitalı var və P orbitalı var. S'in 1, P'nin isə 3 orbitalı var. Yəni 3 ox boyunca yadınıza gəlir ki, P orbitalı var idi. S'in yenə də orbitalın içərisində 2 elektron var. 2 əks istiqamətdə yerləşmiş şəkildə göstəririk. P'də 3 elektron var. 3 elektronu da tək-tək yerləşdiririk. Demək, birinci ən vacib qaydalarımızdan biri o idi ki, bir xananın içərisində eyni istiqamətdə elektronları yaza bilməliyik. Səbəb odur ki, elektronlar bir-birinə əks istiqamətdə hərəkət edirlər, eyni istiqamətdə hərəkət etmirlər. Ona görə birini yuxarı, birini aşağı göstəririk. İkinci bir vacib qaydamız odur ki, elementlər xanaların içərisində ilk öncə tək-tək oturur. Yəni biz burada P orbitalında 3 elektronu 1, 2, 3 vəziyyətində göstərə bilmərik. Bu vəziyyətdə də göstərmək yanlışdır. Nə edirik? Birinci ilk öncə tək-tək oturdururuq. Əgər elektron qalarsa, sonra gəlib cüt-cüt yerləşdirə bilərik. Eyni prinsiplə karbona da baxırıq. Karbonun bir xanası var, 1s2, yenə içərisində 2 əks istiqamətdə elektronlar yerləşir. İkinci təbəqədə yenə S elektron və P elektron var, P orbitallar var. S'in içərisində 2 elektron, P orbitalının da içərisində 2 elektron. Gördüyünüz kimi birinci tək-tək yerləşdiririk. Yəni burada da P'nin içərisində 2 elektronu bu formada göstərməyimiz yenə də yanlış hesab edilir. Ona görə də biz oradakı elektronları ilk öncə nə edirik? Tək-tək otuzdururuq. 1 və 2. Yenə eyni qaydada kükürdə baxırıq. Birinci təbəqədə 2 elektronu var. 3s2, 3p4. 1, 2, 3 və 4. Yenə də göstərək ki, bu 4 elektronu bu şəkildə yazmaq yanlışdır. Çünki vacib qaydalardan biri də odur ki, birinci ilk öncə elektronlar boş orbitallarda tək-tək yerləşirlər. Tək-tək yerləşəndən sonra başlayırlar cüt-cüt oturmağa. Ona görə də bu vəziyyətdə biz yanlış yazsaq, yəni doğru vəziyyəti göstərməsək, tək elektronun sayını, boş orbitalın sayını tapılmasına yanlışa yol vermiş olacaq. Məsələn, axırıncı yazdığımız bu səhv versiyada tək elektron görsənmir. Yəni belə çıxır ki, tək elektronu yoxdur, bir boş xanası var. Amma doğru versiyanı yazanda bilinir ki, elementin xaricində 1, 2, 3, 4 elektronun ikisi cüt vəziyyətdə oturub, digər ikisi isə tək vəziyyətdə oturub. Yəni boş orbitalı da yoxdur. Demək, ümumiləşdirsək, bizim elektronları təbəqələrdə yerləşdirməyimiz üçün ən vacib bilgilərimiz. Birinci, təbəqələrdə hansı yarım səviyyələr var, onu bilməliyik. İkinci, bir orbitalın içərisində, yəni bir xananın içərisində elektronların əks istiqamətdə yazılmalı olduğunu bilməliyik. Yenə deyirəm, bunun səbəbi odur ki, elektronun biri
öz oxu ətrafına hərəkət edirsə, digər elektron oxun əksinə hərəkət edir. Bunlar bir-birini itələdiyinə görə əks istiqamətdə, onlar eyni istiqamətdə fırlanmadığına görə bir oxun içərisində ikisini də yuxarı, yəni ikisini eyni istiqamətdə göstərməyimiz yanlış hesab edilir. Üçüncü vacib qaydamız da dolma prinsipidir. Yəni minimum enerji prinsipidir. Əvvəlcə az enerjili orbitallar dolur, sonra çox enerjili orbital dolmağa başlayır. Ən az enerjili 1s olduğuna görə 1s, 2s, 2p dolarsa 3s, 3p və müəyyən edilib ki 4s'in enerjisi 3d'nin enerjisindən azdır. 4s sonra 3d6, 3d6 dolarsa keçəcək 4p6'ya. Yəni dolma ayrıcılığımız bu formada gelir. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d6 və sonra 4p6. Əgər elementin xaricində tek elektron varsa, o tek elektron cütləşməmiş elektron sayılır. Əgər element xaricində elektronlar, məsəl üçün p orbitalının içərisində 1, 2, 3, 4, yəni bir elementin p'sində 4 elektron varsa və bu vəziyyətə yerləşibsə, bizdən tek elektron sayını soruşursa, onda biz deyəcək ki 2 tek elektronu var. Neçə cüt elektron deyirsə, 1 cüt elektronu var. 1 cüt elektronumuz, 2 tek elektronumuz, boş orbitalımız da yoxdur. Burada kitabda da dərsdə səhifə 13-də də yenə sizə bəzi elementlərin elektron formullarını göstərib hazır şəkildə və bir də ola bilər sizə desin qısa elektron formulunu göstər. Qısa elektron formulu bayaq dediyimiz kimi ancaq xaricdəki təbəqə sayılır. Yəni burada 1s2, 2s2 desə 2s2 bunun xarici elektron təbəqəsi və yaxud da qısa elektron təbəqəsi hesab edilir. Məsələn, burada berilyum üçün 2s2 qısa elektron formulu və yaxud da xarici təbəqəsi sayılır. Və yaxud da karbon üçün 2s2, 2p2, flor üçün 2s2, 2p5, neon üçün 2s2, 2p6 və s. Yəni, bu formada davam edə bilərik. Əgər element elektron alarsa və yaxud da elektron verərsə, biz bu zaman elektron sayılarını nəzərə almalıyıq və elektron təbəqələrində elektronlar düzülür. Məsələn, burada tapşırığımızda müzakirə et paylaş hissəsində verib ki, flor 9-1 və yaxud da ki, magnezium müsbət 2 ionunun elektron formullarını tərtib edin və neytral vəziyyətini müqayisə edin. Flor normalda sıra nömrəsi 9 olanda 1s2, 2s2, 2p5 idi. Amma hal-hazırda başında bir mənfi yükü var. Yəni, bu nə deməkdir? Bu demək ki, flor 1 elektron alıb. 1 elektron alıbsa, onda bunun 10 elektron olub. 10 elektron olarsa, onda 1s2, 2s2, 2p6 vəziyyətinə gəlib çıxacaq. Yəni, elektronlar bu formada düzüləcək. Və yenildirən biz təbəqələrdə elektronları düzdüyümüzə görə, təbii ki, başındakı yükləri də nəzərə almalıyıq. Tapşırıqların içərisində belə bir maraqlı tapşırıq var. Qısa elektron formulu 2s2, 2p5 olan X elementinin 3-cü energetik səviyyəsinin P yarım səviyyəsi bu formadadır və Y elementin atomunda proton sayını müəyyən edin. Bizə iki versiya verir. Birində hazır şəkildə 2s2, 2p5 olduğunu göstərib. X elementi 10 proton sayını soruşur. Bunun üçün nə edərik? Biz X elementinin xarici təbəqəsini göstərib bizim üçün. 2s2, 2p5. Və biz də bayaq dedik ki, minimum enerji prinsipinə görə birinci təbəqə dolmamış ikinciyə, ikinci təbəqə dolmamış üçüncüyə keçməz. Hətta ikinci təbəqənin içərisində də birinci yarım səviyyə dolmamış P-yə keçməz. P dolmasa digərinə keçməz. Və biz də bilirik ki, əgər bu 2s2, 2p5 verilir və mütləq ki, bunun birinci təbəqəsi var və o dolub, xarici təbəqəsi 2s2, 2p5'dir. Və bu elementin, X elementinin başına heç bir yük yoxdursa, deməli bunun proton sayıyla elektron sayı da bərabərdir. Onda burada verilmiş elektron sayıları toplayarsak, proton sayını da müəyyən etmiş olarıq. 2, 2 və 5. Deməli, X elementinin sıra nömrəsi 9'dur. Yəni 9 elektronu var, 9 protonu var. İndi həmin qısa elektron formulunu Y elementi üçün verib, amma orbitallarla, xanalarla göstərib. Və deyir ki, 3-cü səviyyənin P yarım səviyyəsi. 3-cü energetik səviyyənin P yarım səviyyəsində baxırıq, 4 dənə elektron var. 1, 2, 3 və 4.
Əgər 4 elektron varsa biz bilirik ki 3s dolmamış 3p dolmazdı. Və 3p dolmasa digərinə keçməz. Deməli bu dolmayıbsa, yarımçı qalıbsa axırıncı təbəqə budur. Bunun əvvəlində təbii ki 1s2, 2s2, 2p6 dolub, sonra 3-cü təbəqəyə gəlib çıxıb. Çünki bir dəfəlik hoppanıb 3-ə keçə bilməz. Onda burada da yenə eyni qaydada üzərindəki elektron sayılarını toplamaqla elementin neçə elektronu tapmış oluruq. Və bu zaman 2, 8, 10 eləyir. Onun da üzərinə 6 gələndə bu elementin 16 elektronu var. 16 elektronu varsa deməli 16 da protonu var. Hardan bildik? Çünki bu elementin neytral haldadır, atom halındadır. Heç bir elektron almayıb, heç bir elektron verməyib, iyon halına keçməyib. Və yaxud da burada 3-cü tapışıqda deyir ki, qısa elektron formu 2s2p6 olan atom və iyonu müəyyən edin. 2s2p6-nın əvvəlində təbii ki 1s2 də var. 1s2, 2s2, 2p6 və bu deməkdir ki, bu elementin və yaxud da iyonun 10 dənə elektronu var. Və bizə 10 elektronu olan element atomları və yaxud da ki iyonları lazımdır. 11 və müsbət. Müsbət nə deməkdir? 1 elektron itirib deməkdir, müsbət 1. Deməli, natriumun 10 elektronu var. Xlor 17-dir, mənfi 1 o deməkdir ki, birini alıb 18 elektronu var. Alüminium 13-dür və başında heç bir yükü yoxdursa, deməli 13 elektronu, 13 də protonu var. Neon 10-dursa, deməli 10 elektron var. Flor 9-dur, başına bir mənfi 1 elektron alıb 10 elektronu var. Bizə lazım olan 10 elektron hansı variantlarda var, artıq görürük.